بسم رب الشهداء والصديقين اللهم صل على فاطمة وأبيها وبعلها وبنيها والسر المستودع فيها بعدد ما أحاط به علمك. Esselamu aleyki ya bintə Rasulillah. Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Dəyərli izləyicilər, bildiyiniz kimi Əyyam-ı Fatimə günlərində, yəni Həzrəti Zəhra salamullahi əleyhanın şəhadət günləri ərəfələrindəyik. Bu böyük müsibətlə, bu böyük dərdlə bağlı başda ağamız, Mövlamız İmam Zaman əleyhissalam olmaqla əziz rəhbərimizə, dəyərli müctəhidlərimizə, alimlərimizə və siz əziz müsəlman bacı qardaşlarımıza başsağlığı veririk. Allah Teala bizləri Həzrəti Zəhra salamullahi əleyhanın şəfaatindən binəsib etməsin inşallah. Hörmətli izləyicilər, bugündən etibarən yeni bir mövzuya başlayırıq ki, silsiləvari. O mövzumuz da səqifədən şəhadətə qədərdir. Yəni, Həzrəti Peyğəmbər salavatullahın dünyasını dəyişdiyi gündən Həzrəti Zəhra salamullahi əleyhanın şəhid olduğu günə qədər müddət ərzində olan vaxtdır ki, inşallah əziz ustadımız həmin günləri 75 ya 95 gün nəzəriyyə ki var, inşallah ustadımız bu günləri bizlər üçün təhlil edəcək və o günlərdə hansı hadisələri baş verib, onları bizlərin diqqətinə çatdıracaq inşallah. Baxın, Peyğəmbər salavatullah ki, dünyasını dəyişdi. Peyğəmbər dünyasını dəyişəndən sonra ənsarlar orada bir növ özləri üçün özlərindən, öz nəfslərindən bir məclis təşkil etdilər ki, Peyğəmbərin sözünü yerə salaraq özlərinə bir xəlifə təyin etməyə çalışdılar və bu çox yanlış bir addım idi ki, ənsar tərəfindən bu addım atıldı Peyğəmbərə və bir növ Allahın əmrinə qarşı çıxmaq idi bu ki, açıq-aşkara Peyğəmbərin əmri var idi bu yöndə ki, ondan sonra İslamın rəhbəri, ümmətin başçısı kimdir? Və dəyərli tamaşaçılar, bu addımların nəticəsində də bildiyiniz kimi anamız Həzrəti Zəhra salamullahi əleyhanın şəhadəti ilə nəticələndi. Peyğəmbər salavatullah buyurur ki, Fatimətu əəzzun nəsi aleyyə. Fatimə mənim üçün insanların ən əzizidir. Baxın, Peyğəmbər salavatullah üçün ən əziz olan bir xanıma ümmətin bəzi naxələfləri elə bir zülümlər etdilər ki, Peyğəmbər balası ilə elə bir rəftar etdilər ki, heç insan düşmənin övladı ilə bəlkə də o cür rəftar etməz. Amma bu ümmətin içində bəziləri öz Peyğəmbərlərinin, öz hidayət edənlərinin övladına bu cür zülümlər etdilər. Bəli, dəyərli izləyicilər, inşallah bu haqda daha geniş, daha ətraflı məlumatı əziz ustadımız bizlər üçün danışacaq və bizlər də inşallah ustadın sözlərinə diqqətlə qulaq asaraq, müxtəsər də olsa xanımın həyatından və o vaxtı baş verən o hadisələrdə nələr olub, inşallah bizlərin də məlumatı olar. Studiyamızın daimi qonağı Cənab Höccətül İslam Atabəy Bünyətovdur. Salam aleykum ustad, hər vaxtınız xeyir olsun. Bu əzalı günlərlə bağlı sizə də başsağlığı veririk. Aleyküm salam və rəhmətullah. Çox sağ olun. Mən də sizlərə bu Fatimiyyə günlərinin başlanması ilə əlaqədar başsağlığı deyirəm. Məxsusən bu əzalı günlərin başlanması ilə əlaqədar onun əziz balası olan İmam Zaman əleyhissalama başsağlığı diləyirik. O cümlədən bu gün bizim alimlərimiz, rəhbərimiz, müştəhidlərimiz, onlara da başsağlığı diləyirik. O cümlədən bir də ki, bu günləri Fatimiyyə Zəhra salamullahi əleyhanın tərəfdarı olan əziz tamaşaçılarımız, onlar ki, Əhl-i Beyt aşiq edirlər, xanım Zəhranın əzadarlığını keçirdirlər, onlara da biz başsağlığı deyirik. İnşallah Allah Teala axirətdə xanım Zəhranın şəfaatini bizə nəsib eləsin. Amin inşallah ustad. Allah razı olsun. Allah sizi salamat eləsin. Biz də bir daha minnətdarlığımızı bildiririk ki, dəvətimizi qəbul etdiniz, zəhmət çəkib gəlirsiniz. Çox sağ olun. Allah sizdən razı olsun. Ustad elə qeyd etdik ki, əvvəldə silsiləvari inşallah bir neçə veriliş ərzində ta səqifədən xanımın şəhadətinə qədər inşallah bu mövzu ətrafında
söhbətlər olunacaq Allahın izni ilə. Elə biz istərdik ilk sualımız da əvvəldə qısa olaraq qeyd etdik. Yəni nə səbəb oldu ki, Peyğəmbər sallavatullahın açıq-aşkar bu qədər göstərişindən sonra ənsarlılar Peyğəmbərin mübarək cənazəsi hələ dəfn olunmamış, bunlar başladılar özləri üçün bir məclis təşkil eləməyə, özləri üçün başçı seçməyə cəhd elədilər. Zəhmət olmasa istərdik bu sualı cavablandırasınız. Bismillahirrahmanirrahim və bihi nəstəin innehu xayrun nasirin və mu'in. Bilirsiniz Murtəza müəllim, bildiyiniz kimi Peyğəmbər sallavatullahın təzə ki dünyasını dəyişmişdi, hələ dəfn olunmamışdı. Bəli. 6 nəfər tarixdə yazırlar ki, İmam Əli əleyhissalam, Abbas əmisi və digər 2 şəxs Abbasın evladları idi ki, Fəzl Qusam və digər 2 şəxs də Peyğəmbər sallallahu onları azad eləmişdi və onların da adı bir adı Salih və Qeys. Bəli. Bu şəxslər Peyğəmbər sallallahu elə qüsül, kəfən və dəfni ilə məşğul olan vaxtı bir an məlum oldu ki, Ənsar Səqifə deyilən bir yerdə Peyğəmbər sallavatullahın təqribən evindən ta ora qədər 500 metrə təqribən fasilə olan yerdə cəm olurlar və orada başlayırlar özləri üçün xəlifə təyin eləməyə. Bəli, gözəl buyurdunuz ki, bu nə səbəb oldu ki, bunlar birdən bu addımı atdılar. Bunun bir neçə səbəbi var. Bilirsiniz, hər bir şey səbəbsiz deyil. Bir nəticə varsa mütləq bunun da səbəbi var. Odur ki, bunun bir neçə səbəbi var. Biri budur ki, ənsarla mühacirlər arasında olan rəqabət məsələsidir. Baxın, biz tarixə baxanda düzgün təhlil etmək üçün mütləqdir ki, gərək hər iki tərəfin fikirlərin, nəzərlərin və onların bir-birində qarşısında olan rəqabətləri, gedişatı gərək biz nəzərdən keçirdək ki, ondan sonra bir nəticə çıxardaq. Biz tarixə baxanda, məxsusən elə Peyğəmbər sallavatullahın vəfatına az qalmış, ağır günlərdə, Peyğəmbərin xəstə günlərinə biz diqqət eləyəndə, orada görürük ki, Ənsarla mühacirlərin orada artıq fikir ayrılığı var. Baxın, Peyğəmbər sallallahu son anlarında bir neçə addım atdı. Onun da biri bu idi ki, Usamət ibn Zeydə demişdi ki, getsin döyüşə və bütün demək olar ki, Mədinə halisinə buyurmuşdu ki, sahabələrə gedin bununla döyüşə. Və bu şəxs cavan bir şəxs idi. Bəziləri bəhanələrlə ya Peyğəmbərin xəstəliyin bəhanə eləyib qaldılar və bəziləri də Usamət ibn Zeydin cavan olmağın bəhanə elədilər. Hər neysə, hansı yolla olursa olsun, mövzumuz o deyil, deyini, mən ona çox daxil olmuram. Peyğəmbərin əmrindən boyun qaçırdılar, kənarlaşdılar və Mədinədən xaric olmadılar. Və bu səs söhbətə səbəb oldu. Peyğəmbər sallallahu son anlarında burada qələm və dəvat deyilən bir hədis var. Peyğəmbər sallallahu orada bir insanlara dedi ki, oradakı olan insanlara və buyurdu ki, bir qələm gətirin, bir də kağız. Sizin üçün mən orada nə idim? Sizdən sonra, məndən sonra ixtilafa düşməyəsiniz deyini, mən sizin üçün xəlifəni təyin edim və siz bundan sonra, məndən sonra problemlə üzləşməyəsiniz. Amma orada bəzi mühacirlər nə dedilər? Məxsusən Ömər ibn Xəttab nə dedi? Peyğəmbərin bu sözün eşidəndən sonra buyurdu ki, Peyğəmbər xəstədir, o xəstəlik buna ağırlıq edir, artıq özündə deyil. Hətta burada gəldi, bəzi tarixdə gəlib ki, Peyğəmbərə qarşı bu şəxs bəzən də, yəni, başqa söz də dedi, hətta buyurdu ki, Peyğəmbər, əstəğfurullah, yəni həyəcanlıdır, nə bilim, sayaqlayır, qızdırma buna təsir edib və burada deyir ki, Allahın kitabı bizim yanımızda var və bu kitab da bizim üçün kifayətdir. Baxın, Peyğəmbər sallallahu buyurdu, Ətuni bidəvatin qirtasin. Qələm kağız gətirin mənim üçün. Aqtubu lakum kitaban. Sizin üçün bir namə yazım, məktub yazım. Lən təzillu ba'dahu əbəda. Heç vaxt. Baxın gör nə deyir? Lən təzillu. Baxın, lən heç vaxt. Təzillu. Heç vaxt yolu azmazsınız. Ba'dahu əbəda. Yəni bundan sonra siz heç vaxt o yolu azmazsınız. İxtilafa düşməzsiniz. Bəli.
Amma Ömər ibn Xəttab nə dedi? Bu ənnən nəbiyyə qələbəhul vəcə'. Bu xəstəlik peyğəmbərə çox qələbə çalıb. Yəni peyğəmbərin halı yaxşı deyil, özündə deyil. Hətta bəzi tarixdə buyururlar, "İnnən nəbiyyə liyahcur." Peyğəmbər sayaqlayır nəzubillah. Sonra nə buyurur? "Və indakum kitabullah." Və yanınızda sizin Allahın kitabı var da. Sonra isə buyurur, "Və indakum kitabullah, hasbuna kitabullah." Allahın kitabı bizə kifayət edir. Yəni artıq burada nə dedi? Burada qayıtdı dedi ki, Allahın kitabı bizə kifayət edir. Da peyğəmbərin dediyi xəlifə ehtiyac yox. Ehtiyac yoxdur, ha. Bu an Ənsar da orada idi. Bəli, bəli. Ənsar da orada idi və Ənsar burada yaxşı bilirdilər ki, artıq gördülər ki, mühacirlər peyğəmbərin təyin elədiyi, Allahın əmri ilə təyin elədiyi xəlifəni artıq qoydular kənara. Artıq bunlar istəmirlər. Orada peyğəmbər xəlifənin adını yazacaq. Sonra isə mühacirlər üçün müşkül yaranacaq, problem yaranacaq. Ona görə də Ənsar burada bunu görəndən sonra gördü ki, artıq mühacir gələcək, xəlifə olacaq, iş başına gələcəklər, biz qalacaq kənarda. Ustad, icazə versəz burada bir sual vermək istəyərdim. Çünki gözəl bir nöqtəyə işarət etdiniz ki, Peyğəmbər salavatullah hamını göndərmişdi getsin döyüşə. Düzdür, orada ki, bəziləri getmədi, Peyğəmbərin əmrini çiynədilər və orada ki, Peyğəmbər salavatullah qələm kağız istəyəndə ki, buna etiraz elədilər. Onda belə çıxır ki, deyə bilərikmi bunlar əvvəlcədən buna bir plan tökmüşdülər ya məqsədləri elə bu idi ki, özlərini qabağa versinlər? Ya nə idi bunlar? Yəni nə ola bilər bunlar? Bəli, bilirsiniz Murtəza müəllim. Elə Peyğəmbər salavatullahın dövründə bəzi müsəlmanlar var idi ki, onlar əvvəldən elə bəzi işlərin müqəddiməsini qurmuşdular. Əvvəlin qurmuşdular ki, və Peyğəmbərdən sonra bəzi işləri görmək fikrində idilər. Və Peyğəmbər salavatullahın da dövründə, o axır dövrlərdə əslində hiylə idi. Onlar əvvəl bəzi tarixə baxsaq, bu barədə inşallah gələn verilişlərdə daha da geniş formada danışarıq. Bu barədə inşallah təhlil edəcək. Amma onlar əvvəl tarixdə var ki, onlar gedirdilər. Onları sonra daldan, yəni arxadan çağırdılar və onlar qayıtdılar və gəldilər və bilərəkdən də getmədilər. Və Peyğəmbər bunları nə qədər dedi, bunlar qulaq asmadılar. Və buna görə də bu şəxslər Peyğəmbərin əvvəla sözündən çıxdılar. Peyğəmbər hətta oradan lənətləyir. Hədislərdə də var ki, hər kəs bu döyüşdə iştirak etməsə Allahın lənəti onlara olsun. Və bu birinci məsələ. İkinci məsələdə bunlar Peyğəmbərin bu məsələni elə etdilər ki, getmədilər və gəldilər sonra da xilafət məsələsində ortalıqda o Peyğəmbərin dediyini əleyhinə çıxaraq xəlifəni ələ keçirdilər, xilafəti ələ keçirdilər. Bu barədə inşallah qismət olsa, gələn verilişlərə daha da geniş formada inşallah söhbət edəcəyik. İnşallah, Allah razı olsun. Bunlar da lazım olan mətləblər idi. Və əgər bu barədə mövzunuz tamamdır. Var, davam eləyəcək inşallah. İcazə verirsiniz, bunu davam eləyək. Birinci bəhs burada rəqabət bəhsi idi. Və Ənsar burada mühacirlərin xilafəti ələ keçirməyin və bildilər ki, əleyhissalamı kənarlaşdıracaqlar. Burada artıq rəqabət yarandı aralarında və bildilər ki, bu işin ardına getməsələr, bunlar üçün problem olacaq. Və bu an bunlar getib Səqifədə cəm oldular və özləri üçün başladılar xəlifə təyin eləsinlər. Bu birinci bəhs. İkinci məsələ isə Ənsar niyə bu addımı atdı? İkinci səbəb budur ki, Ənsarda biraz qorxu var idi. Hansı qorxu idi? Qorxu bundan ibarət idi. Birinci bilirdi, rəqabət var. İkinci bilirdi ki, əgər bu rəqabətdə biz qələbə çalmasaq, mühacirlər əgər bu xilafəti ələ keçirsə, biz artıq kənarlaşacaq və nədən qorxurdular? Bilirdilər ki, əgər Əbu Bəkir və Ömər bu tayfa xilafətə gəlsə, bunların da tüləqa deyirdilər də, Peyğəmbər Məkkəni fəth eləyəndən sonra ümumi əff elədi. Əff ümumi deyirlər. Ümumi insanlar dedi, hər kəs kəlmə-i şəhadəti desə, misal İslam dinini qəbul edirsə, hamısı azaddır. Və bunlar sonradan elə özlərin bəziləri həqiqi İslamı qəbul edilər, bəziləri isə elə İslamı həqiqətdə qəbul etmədilər. Bunlar nə elədilər? Bunlar canların qorumaqdan ötürü İslam dinini zahirdə qəbul etdilər, amma yenə də o köhnə cahiliyyət fikrində qalmışdılar. Ona görə və Ənsar da bilirdi ki,
xilafət məsələsində istər Əbu Bəkr olsun, istər Ömər olsun, bunlar Bəni Ümeyyə ilə sıx əlaqədədirlər. Bəli, bəli. Hətta tarixə baxın, Peyğəmbər sallallahu təqribən 73, bəzən də 74 dənə döyüş olub. Bu döyüşlərin birində bu iki dənə xəlifə, siyasi xilafətə gələn siyasi xəlifələr bir adam öldürməyib bunlar düşməndən. Tarixdə yoxdur. Bunu bütün şiə alimləri deyilib, hələ indiyə kimi də əhl-i sünnə alimləri ya vəhabilər cavab verə bilməyiblər. Bunlar bundan sonra da, onlar müsəlmanlığı, yəni İslam dinini qəbul edəndən sonra bunların sıx əlaqəsi var idi. Və ona görə də bilirdilər ki, əgər bunlar hakimiyyətə gəlsə mühacirlər, bunlardan sonra gələn tüləqalar, yəni onlar ki azad olmuşdular, onlar hakimiyyətə gələcək və onların da Bədirdə, Ühüddə Ənsar ataların və qardaşların öldürmüşdü. Və buna görə bunlar dedilər ki, nə qədər ki bunlar hakimiyyətə gəlməyib, biz hakimiyyəti əldə etməliyik. Ona görə baxın, burada Hubab ibn Munzir Səqivədə belə bir sözü var. Buyurur ki, وَلَاكِنَّنَا نَخَافُ أَنْ يَلِيهَ بَعْدَكُمْ deyir, biz sizdən qorxmuruq, amma sizdən sonra gələnlərdən qorxuruq. Buyurur ki, sizdən sonra gələnlərdən qorxuruq. Necə? Ba'dakum mən qətəlna əbnaəhum. Biz onların atalarını öldürmüşük və ixvanəhum. Onların qardaşlarını öldürmüşük. Və bundan qorxurdular və buna görə də onlar tez getdilər, bildilər, onsuz da Əli əleyhissalamı xilafətdən kənarlaşdırırlar. Və bunlar nə qədər hakimiyyətə gəlməyib, biz bu hakimiyyəti ələ keçirdək və bununla da biz Bəni Üməyyənin şərrindən uzaq olaq. Amanda qalaq. Bu ikinci məsələ. Ustad, burada da bir sual gəldi zehnimə, icazə versəz. Bayaq da gözəl bir nöqtəni işarət etdiniz. Orada dediniz ki, yəni Ənsar gördü ki, mühacirlər bir növ artıq Həzrət Əli əleyhissalamın xilafətliyini inkar elədilər də, orada elə müqəddiməsini qoydular və gördülər artıq Əli əleyhissalam xəlifə olmayacaq, düzdür? Bundan sonra bu addım atdılar. Yəni orada belə çıxır ki, əgər bunlar bilsəydi Həzrət Əli əleyhissalam xəlifə olacaq, bəlkə də onda bunlar bu addımı atmazdılar. Çünki Peyğəmbər sallallahu təyin elədiyi bir şəxs artıq yəni bunlara zülmü eləməzdi ki, çünki Həzrət Əli əleyhissalam özləri kafirlərdən, müşriklərdən az adam öldürməyibdi. Elə bir çoxunu ilə Həzrət Əli əleyhissalam onları cəhənnəmə vasil edib. Yəni Həzrət Əli xəlifə olsaydı, bunlar yenə də bu xəlifə seçmək məsələsini addım atardılar, yoxsa yox? Bilirsiniz, biz tarixə baxanda görürük ki, ən birinci səhvi Ənsar etdi. Ənsar etdi. Və bu barədə biz bunu deyə bilərik ki, düzdür. Əsl başlanğıc Peyğəmbərin vəfatı ilə başlandı. Bəli, bəli. Düzdür. Və bununla da Ənsar böyük bir səhvə addım atdı. Bəli. Çox şeylər var, düzdür. Elə Peyğəmbərin vəfatı ilə qədər mühacirlərin addımlarına görə də. Rəqabət bəhsidir, qorxması. Amma bəzi məsələlər var ki, Ənsarın və köhnə məsələlərin digər səbəblər ki var. İndi onları da açıqlayanda görəcək ki, Ənsarın elə bəzi məsələlər elə özündə də bu sistem yaranmışdı, bu həvəs yaranmışdı. Bunlar bir sözlə Ənsar istər mühacir qabağa çıxsın, istər çıxmasın, bu addımı atmamalıydılar. Niyə? Çünki əgər bu Ənsar o boyda Məkkəlilərin qarşısında dayandısa, Peyğəmbəri himayə elədilərsə və İslam dinini hətta elə inkişaf etdirdilər ki, hətta Məkkəni də fəth elədilər. Bunun əsas məsələdə burada Ənsarın köməyidir. Düzdür? O həmən Ənsar əgər Əli əleyhissalamın kənarında dayansaydılar, o insanlar Əli əleyhissalamın kənarında qaçmasaydılar, boş qoymasaydılar, mühacir bir iş görə bilərmi? Heç bir iş görə bilməzdir. Buradan belə başa düşülür ki, bəzi məsələlər orada yarandı. Amma bəzi məsələlər yenə Ənsarın öz köhnə xüsusiyyətləridir. O cümlədən üçüncü, elə deyim sizə, üçüncü səbəb də bundan ibarət ki, onların təəssübkeşlik, kör-körənə qəbilə sistemləri idi. Bu qeyd etdiyiniz də gözəl nöqtə idi. Baxın, Ənsarın bir xüsusiyyəti var idi. Ənsar, ümumiyyətlə Ənsar deməyək, bütün ərəblərin. Ərəb sistemində təəssübkeşlik tarix boyu çox güclü olub. Qəbilə təəssübkeşliyi. Və buna görə də bu qəbilə təəssübkeşliyi hətta İslamdan da öncə Ərəbistanda, məxsusən Mədinədə
iki dənə əsas mühüm Ovs və Xəzrəc qəbilələri var idi də. Bunlar arasında 10 illərlə sadə bir şeyin üstündə problem yaranırdı, ixtilaf düşürdü. O təəssübkeşlik, məsələn bir qəbilə başçısı bir söz deyirdi, tayfa başçısı o birisi bir söz deyirdi. Bəli. O tayfa bu tayfanın həmişə qırğında idi. Bu təəssübkeşlik həmişə var idi. O dövrdə də baxın, tayfanın başçısı İslam dinini qəbul edirsə, o tayfa hamısı İslam qəbul edir. Və buna görə də burada əsas bundan ibarətdir ki, bu qəbilə təəssübkeşliyi. Məxsusən tarixdə belə bir hadisə baş verib, ifk deyirlər. Həzrət Peyğəmbərin həyat yoldaşı Ayşə xanıma bəzi ənsardan olan bəzi töhmətlər vurmuşdular. Ayə də nazil oldu. Mən bu barədə xülasə keçirəm. Orada ümumiyyətlə Ovsla Xəzrəc arasında hətta Peyğəmbərin dövründə belə böyük bir ixtilaf yarandı. Bəli. Baxın, hələ Peyğəmbər salavatullah bunları kontrol edirdi, yenə də ixtilaf vardı. Bunlar artıq üçüncü səbəb budur ki, bunlar orada bir qəbilə təəssübkeşliyi yarandı və onlarda belə bir sistem yarandı ki, ümumiyyətlə Ənsar İslama çox xidmət eləyib. Ənsar Mədinəlidir. Ovs ya Xəzrəc, fərqi yoxdur. İkimizdən birimiz, hər ikisindən adam var idi orada. Həm Ovsdan adam var idi, məsələn, Ovsun da başçısı orada idi, Xəzrəcin də, məsələn, Səad ibn Ubadə də orada idi, digər bir Hubab ibn Munzir də orada idi, digər şəxslər hamısı orada idi. Bunların hamısı, həm Ovsdan var idi, həm də Xəzrəcdən var idi. Bunlar yığmışdılar ki, bir dənə Ənsardan seçsinlər. Bu qəbilə təəssübkeşliyi gəldi, orada artıq hətta Bəni Haşimi qoydular kənara. Bəni Haşim ki, Peyğəmbərin öz nəsli əcabəti idi ki, tarix boyu bunlarda pak nəcbə oldular. Üçüncü dəlil budur. Dördüncü səbəb isə əsas mühüm səbəb budur ki, bu riyasət tələblik. Riyasət tələblik böyük bir xəstəlikdir. Bilirsiniz, bildiyiniz kimi Peyğəmbər salavatullah bu Ovsla Xəzrəc ki, Mədiniyə Peyğəmbər gələndən sonra, hicrət eləyəndən sonra baxmayaraq ki, bunlar İslam dinini qəbul edirlər. Bunlar elə bil ki, kontrol elədi bunların bəzi xüsusiyyətlərin. Amma bilirsiniz, bəzi xüsusiyyətlər ki, insanın canına xopur, o insanda onu kökündən aparmaq olmur. Onu ancaq insan öz iradəsi ilə yalnız kontrol eləyə bilir. Buna görə də bəzən görürsən ki, o həmən həssas anda çıxır ortalığa. Bu, əslində, Ovsla Xəzrəc arasında, bunlar ki, həmişə qabaqda idilər. Peyğəmbər salavatullah bunları həm Mədiniyə daxil olandan sonra Peyğəmbərin kənarında idilər. Bunlar Peyğəmbərlə birlikdə idilər. Döyüşlərdə qabaqda idilər. Peyğəmbər bunları nüqaba deyirlər də. Bunlara öz tayfalarına ağsaqqal böyük seçmişdi, hər bir işlərini göstərmişdi və buna görə də bunlar əslində bu riyasət tələbli bunlarda qalmışdı. Və buna görə də Peyğəmbər salavatullah bunların sistemin tənzimləməyinə baxmayaraq, Peyğəmbərdən sonra bunların bu xüsusiyyətləri yenə baş verdi. Bu həssas anda baş verdi. Ona görə İmam Əli əleyhissalam, burada bir söz var, buyurur ki, Nəhcül Bəlağədədir. Buyurur ki, Cərəə ələynə Səad ibn İbadə. Birinci qapını bizim üçün Səad ibn İbadə açdı. Bu da Xəzrəcin başçısı idi. Buyurur ki, Fətəhə babən, bir qapı açdı. Necə oldu? Vələcəhu qayru. Deyir, ondan başqaları istifadə elədi. Və əzrəmə narən, bir atəş alov izad elədi ki, Kanə ləhbuha əleyhi və suuha liədai. Deyir ki, onun istiliyi onu yandırdı. Amma xeyrin başqaları gördü. Odur ki, dördüncü səbəb də riyasət tələblidir ki, Ənsarı bu işə vadar edir. Aydın ustad. Yəni, bu 4 dənə qeyd elədiyiniz məsələ demək Ənsarın Peyğəmbər salavatullahdan sonra bu addımını atmasına səbəb oldu. Yəni, belə götürəndə, yəni əgər bu şeylər, məsəl üçün deyirəm, belə deyək, mühacirin bu hərəkətləri ki var idi, Peyğəmbərin sözünü çiynədilər, orada Peyğəmbərə, estağfurullah, Ömərin o nalayiq sözləri deməsi, Peyğəmbər ki,
vəhdən deyirdi, özündən bir söz demirdi. Yəni buna baxmayaraq bu 4 dənə xislətə görə yenə də bu addımı atmalıydılar da, belə deyək, canlarında bu şey var idi. Bəli. Və siz də həqiqətən Allah razı olsun, çox gözəl şəkildə bunları izah etdiniz, bunları qeyd etdiniz. Amma hər bir halda elə düşünürəm ki, Həzrəti Əli əleyhissalam xilafətə gəlsəydi, bəlkə də bilmirəm, siz daha geniş izah eləyərsiniz gələn verilişlərimizdə yenə də. İnşallah. Həzrəti Əli əleyhissalam xəlifə əgər seçilsəydi birinci, yəni bunların Həzrəti Əlinin yenə yanında olma ehtimalları var idi, ya necə? Əgər o Həzrəti Əlini uzaqlaşdırmasaydılar hiylə yolu ilə. Bəli, təbii ki, əgər Həzrət Əli əleyhissalam istər mühacir olsun, istər ənsar olsun, məxsusən ənsarın burada çox rolu var idi. Bəli. Ənsar peyğəmbərə çox sadiq olmuşdular əksəriyyəti və düzdür münafiqləri də var idi. Amma buna baxmayaraq Ənsar peyğəmbərə çox sədaqətlə xidmət eləmişdi, çoxları. Bəli. Əgər bunlar peyğəmbər sallavatullahdan sonra peyğəmbərin dediyini əməl edərək, əgər Əli əleyhissalamın arxasında dayansaydılar, mühacir yox, kim gəlsəydi bunun qarşısını ala bilməzdilər. Amma bundan da əlavə bunu demək olar ki, Həzrəti Zəhradan gözəl bir Fədək xutbəsində gözəl bir şey işarə edir, nöqtəyə işarə edir. Buyurur ki, əgər Əlini kənarlaşdırmasaydı, İslam başqa formada inkişaf edəcəkdi, başqa formada olacaqdı. Hətta bundan İmam Sadiqdən də hədis var. Odur ki, bu barədə İslam bu cür ixtilafların heç birisi olmaz. Düzdür. Həqiqətən çox gözəl və incə bir məqama toxunubdur. Həqiqətən də yəni biz baxsaq əgər Peyğəmbər sallavatullahdan sonra Həzrət Əli və onun övladları hakimiyyətdə olsaydılar, yəni həqiqətən də İslamın gedişatı, bugünkü tarixi tamam fərqli olardı. Ustad, Allah razı olsun sizdən. Təşəkkür edirik. Gözəl veriliş oldu. Allah elminizə, ömrünüzə bərəkət versin. Amma vaxtımız tamamdır. İnşallah qismət olsa gələn verilişlərimizdə yenə sizin söhbətlərinizdən faydalanarıq. Çox sağ olasınız. Təşəkkür edirik. Bəli, hörmətli izləyicilər, bugün də bizə ayrılan vaxtın sonuna gəldik, çatdıq. Dəyərli ustadımız həqiqətən də tarixdə baş verən bu hadisələri, daha doğrusu bu acı hadisələri çox gözəl şəkildə bizlər üçün izah etdi. Nəyə görə acı deyirik? Çünki həqiqətən də Peyğəmbərdən sonra baş verən bu hadisələr İslam ümmətinin parçalanmasına, ixtilafına və məsum şəxslərin şəhadətinə gətirib çıxmasına səbəb oldu. Allah Teala bizləri daim haqqın yanında olanlardan qərar versin. İnşallah Allahın izni ilə gələn verilişlərimizdə görüşənədək sağ olun, salamat qalın.